Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Yepyeni sınaqla bu gün də qarşınızdayım. Həftə sonları yeni sınaqlar, 10 suallıq sınaqların izahları paylaşılacaq. Həftə içi isə, yəni həftənin 5 günü hər gün bir sualdan ibarət qəbul tipli sınaq atıram short videosu olaraq və onun da izahını ya açıqlama hissəsində ya da rəy bölməsində qeyd edirəm. Bunun da izahının, yəni bu izahın da linkini, yəni testini videonun açıqlama hissəsində tapa bilərsiniz. Əvvəlcə ya istəsəniz testi işləyib sonradan videoya baxın, ya da istəsəniz birlikdə izahla baxa-baxa, yəni videonu saxlaya-saxlaya testi işləyə bilərsiniz. Deməli, bu gün də müəllimlərin işə qəbulu başlığı altında 10 suallıq izah sınaqdır. Belə deyim də, imtahana düşmüş, indiyə qədər düşmüş, yəni MİQ imtahanı nə vaxt başlayır, ona qədər düşmüş seçmə suallardır, belə deyim. Seçmə suallardan ibarət 10 suallıq sınaqdır. Daha çətin tiplərini növbəti günlərdə sizinlə paylaşacağım. Deməli, bugün nə çətindir, nə asandır, yəni orta tipli suallardan ibarət 10 suallıq sınaqdır. Başlayaq müəllimlərin işə qəbulu sınağımızın birinci sualına. Deməli, deyir, meyvə qurudularkən çəkisinin 4/3 hissəsini itirir. Baxın, əziz müəllimlər, çəkisinin 4/3 hissəsini itirir demək, bu meyvə neçə hissəymiş ki, bunun 4/3-ü gedib. Belə düşünün. Deməli, bu meyvə tamamilə 4/4 imiş ki, bunun 4/3-ü gedibsə, bax 4/3-ü gedibsə, bizə qalıb 4-dən 1-i qalıb. 4-dən 1-i qalıb. Necə qalıb? Tamı nə idi? Tama biz nə deyirik? Bax, bu kəsirin məxrəci ilə bəlli olur da bizim tamımız. Məsələn, desəydi ki, 5-də 2-sini itirib, deməli, bizim tamımız 5-dən 5 olardı. Amma bizə elə demir. Deyir ki, 4/3 hissəsini itirib. Deməli, tamımız 4/4-dür ki, 4/3-ünü itirib qalıb 4/1. İndi mənə lazımdır 4/1 nə? 28 kiloqram quru meyvə almaq üçün neçə kiloqram meyvə qurudulmalıdır? Deməli, hazır şəkildə qurudulmuş meyvəmiz var 28 kiloqram. Bu, qurudulduqdan sonraki, belə deyim, çəkisidir. Yəni, 4/1 hissəsi 28 olan ədədi biz tapmalıyıq. Onun üçün nə edirik? Hissəsinə görə ədədin tapılması qaydamız nə idi? Ədədi hissə göstərən ədədin sürətinə bölüb məxrəcinə vurmaq lazım idi. Yəni, 28-i 1-ə böldüm, vurdum 4-ə, verdi bizə 112. Doğru cavabımız 112 olmuş oldu. Keçirik ikinci suala. Velosipedçi 24 kilometr məsafəni 2 saata gedir. 24 kilometr məsafəni 2 saata getmək demək, sürəti demək deyil. Bizim sürətimiz ya 1 saatda olan sürətdir, ya 1 dəqiqədə olan sürət olur, ya da 1 saniyədə olan sürət. Yəni, birlər mütləq olmalıdır. Yox, 2 saatdır, 2 dəqiqədir, 2 saniyədir, 5 saniyədir, 10 saniyədir. Yəni, bunlar sürət demək deyil. Biz onun üçün əvvəlcə biz bunun sürətini tapıb, ondan sonra tənasübümüzü qurmalıyıq. Deməli, velosipedçi 24 kilometr məsafəni 2 saata gedir demək, bunun sürəti saatda 12 km saatdır deməkdir. Yəni, 24-ü 2-yə böldüm, elədi 12 kilometr. Amma bizə gördüyünüz kimi, bunlar heç biri kilometrlə deyil, hamısı metrləndir. Onun üçün mən bu 12 kilometri də 12.000 metr olaraq çevirmə aparıram. Deməli, bundan sonra artıq bir çevirməmiz qaldı, o dedim. Deməli, 2 saata gedir. Deməli, bu velosipedçinin sürəti saatda, yəni 1 saatda 12 km saat idi, düzdürmü? Yaxşı, bəs 1 saatımız neçə dəqiqədir? 1 saatımız 60 dəqiqədir. 60 dəqiqədə 12.000 metr gedən velosipedçi, bəs deyir 2 dəqiqədə neçə metr gedəcək? Bax, tənasüb budur. Tənasübün də vurmasını biz bilirik, çarpas. Yəni, 2.000 12.000-ə vurulacaq, 60-da x-ə vurulacaq. İstəsəniz, 60x bərabər 2 vurulsun 12.000 yazarsınız. İstəsəniz, x bərabər, kəsir xətti çəkirəm, 60, 2 vur, 12.000 kimi də yaza bilərəm. Buradan, bu sıfırlar bir sıfırla ixtisar apardıq. 1206-ya böləndə eləyəcək 200, düzdürmü? 200-ü də 2-yə vuranda 400 bizim doğru cavabımız oldu. Bildinizsə, neynədik? Əvvəlcə çevirməni apardıq. Yox, əvvəlcə sürətini tapdıq, ondan sonra çevirmələri apardıq, daha sonra tənasibi qurmuş olduq. Çox sadə, rahat sual idi.
Üçüncü sual biraz çətin ola bilər sizin üçün. Burada da tənasüblər qurulacaq. Ondan sonra hər birinin ayrı-ayrılıqda, yox, hər birinin ayrı-ayrılıqda veriləcək. Biz tənasübü qurandan sonra. Ondan sonra biz birlikdə işi neçə günə yerinə yetirəcəyik, onu tapacağıq. Deməli, üçüncü sual belədir. Müəyyən bir işi 4 usta 9 günə, 8 şagird 21 günə yerinə yetirir. Bax, 4 usta 9 günə, 8 şagird 21 günə yerinə yetirir. Gəlin baxaq görək. Bəs 3 usta neçə günə yerinə yetirir? 4 usta 9 günə yerinə yetirirsə, bəs 3 usta neçə günə yerinə yetirir? Düzdürmü? Burada qarşı-qarşıya vurulacaq, yəni çarpazdan istifadə olunmayacaq. 4 vur 9 bölünsün 3. Eləyəcək neçə? 4 9-un 36, bunu da vurdum. Böldüm, elədi 12. Deməli, ustamız, hara yazaq? Buraya yazaq. Ustamız 12. Şagirdimiz deyir 8 günə 21, 8 şagird 21 günə yerinə yetirir. Bəs 7 şagird neçə günə yerinə yetirəcək? 8-i 21-ə vururam. 8 1-in 8, 2 8-in 16. Bu da bölürəm 7-yə. 16-nın içində 7, 2 dəfə, 2 7-nin 14 eləyir. 28-in içində 7, 4 dəfə. Bu da elədi 24. Biri 12, biri 24 olduğunu tapdım. Gəlin indi, bax, biri 12 idi, biri 24 idi. Bunların təklikdə gördüyü işlərdir. Yəni, biri 12 günə, biri 24 günə. Birlikdə görmələri üçün mənə nə lazımdır? Baxın, 2 nəfər olduğu üçün 2 kəsir xəttə çəkirəm. Birlikdə, bax, neçə günə yerinə yetirər? İş tam bitibsə 1-ə bərabər edirəm. Bax, bunu qayda kimi yadınızda saxlayın. Çox rahat qaydadır. Hər birinin təklikdə gördüyü işlər məxrəcə yazılır. Birlikdə gördüyü işlər surətə yazılır. Mən birlikdəni tapmaq istəyirəm deyil. Ona görə mənə məhsul olan x-lərdir. Yəni, birlikdə bunun gördüyü işlərdir. Bundan sonrası rahatdır. Nə edirəm? 12 və 24-də ortaq məxrəc tapıram. Elə 24-ün özünü. 24-ü 12-yə bölürəm 2. 24-ü 24-ə bölürəm 1. Buradan da 24. İndi 2x yazıram buraya, vurdum. Üstə gəlinsin x bərabər 24. Buradan da toplayanda 2x-in x-i topladım 3x, elədi 24. X də mənə verdi 8. Yəni 24-ü 3-ə böldüm 8. Dediyim kimi, əvvəlcə tənasübləri qurun. Məsələn, burada 4 günə, sonra 4 usta, burada 3 ustadır. Bunları, məsələn, 4 usta 9 günədirsə, bəs 3 usta neçə günə? Yəni, şərtdən bizə nə istəyir? Onu diqqətlə oxumalıyıq, anlamalıyıq. Sonraki sual, bu oldu 8 cavab. 4 həndəsə sualıdır, çox maraqlı sualdır. Mən inanıram ki, %90% müəllim bu suallarda biraz çaşqınlıq yarada bilir özündə. Necə ki, indi deyəcəm. Deməli, müxtəlif tərəfli üçbucağın. Bax, müxtəlif tərəfinin altına bir xətt çəkirəm. Tərəfləri 4 və 7 cm-dir. Bu üçbucağın 3-cü tərəfi neçə natural qiymət ala bilər? Belə bir üçbucaqdır. Müxtəlif tərəflidir də. Biri 4-dür, biri 7-dir, birini bilmirəm. Məndən yəni bu x hansı qiymətləri ala bilər, onu soruşur. Bizim də qaydamız var idi. Müxtəlif tərəfli üçbucaqda üçbucağın bir tərəfi, yəni x, digər iki tərəfin fərqindən böyük, yəni 7 çıx 4-dən böyük, cəmindən kiçikdir. Yəni 7 plus 4-dən kiçikdir. Nə? 7 üstə gəlsin 4-dən böyük olmamalıdır. Nədə 7 çıxılsın 4-dən kiçik olmamalıdır. Yəni bu tərifdir. Bu qaydadır. Və üçbucaq bərabərsizliyinin qaydası, üçbucaq müxtəlif tərəfli üçbucağın qaydasıdır. 7-dən 4 çıxdım 3. Kiçikdir x-dən, kiçikdir 7-nin üstünə 4 gəldim 11. Deməli, mənim x-im hansı qiymətləri ala bilər? Bax, 3-dən böyük ədəd, 11-dən kiçik ədədlər. 4, 5, 6, 7, 8, 9, 10. Başqalar mı? 11 alar mı? Xeyr, 11 almaz. Əgər burada kiçik bərabər qoyulsaydı 11 ala bilərdi, amma qoyulmayıb. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7 cavabı gedib götürüb yazanlar olacaq, bilirəm, amma məndən müxtəlif tərəflinin, bax, öncədən altına xətt çəkmişəm axı. Müxtəlif tərəfli dediyi üçün mən burada cavabımda, bax, burada 4 var deyə bu 4-ü çıxıram. Çünki mən burada 4 yazsam, yan tərəflər bərabər olmuş olacaq, amma müxtəlif tərəfli deyir axı.
Sonra bu 7-ni də buradan çıxıram. Qaldı 1, 2, 3, 4, 5 dənə. Deməli, bizim doğru cavabımız 5 olmuş oldu. Müxtəlif tərəfi olduğu üçün. Gəlirik növbəti suala, 5-ci suala. AC və BD parçaların mərkəzi olan çevrənin diametrləridir. Deməli, AC, buradan AC, bax bu diametrdir. Bir də BD. Parçaların mərkəzi O olan çevrənin diametrləridir. Bəli, buradan bura diametrdir də. Yəni AC-dən diametrdir, BD deyildir. Yəni normal olaraq görsənir zaten bu. BD 10 cm olarsa, BD 10 cm-dir. Diametr, bax buradan bura 10-dursa, onda radius nədir? Bax 10-dursa, radius nədir? Radius olacaq. Yəni diametr belə yazmamalıydım. Diametr bərabərdir 2R idi də. Bu 10-dursa, onda 2 vur R, R də bərabərdir 5-ə. Deməli, mən açıq-aşkar bilirəm ki, bunları 5-dir. Düzdürmü? Bu getdim. Sonra nə deyir mənə? DOC. Bax, DOC bucağı 60 dərəcədir. Bax, bu hissə 60 dərəcədir. Biz də bilirik ki, üst bucağın daxili bucaqlarının cəmi 60 dərəcədirsə, 180 dərəcədirsə, bura 60-dırsa, burada 60 olacaq, burada 60 olacaq. Və mən bundan bildim ki, mənim bu içindəki üç bucağım bərabər tərəfli üç bucaqdır. Hər tərəfi bir-birinə bərabərdir. Və mən bunun radiusunu 5 tapmışamsa, burada 5 olacaq, burada 5 olmuş olacaq. Doğru cavabımız 15 olmuş olacaq. Niyə? Perimetrini istəyir. 3 dənə 5 mənə verir 15. Bu qədər sadə. Doğru cavabımız 15 cm olmuş oldu. 6-cı sualda çevirmə ilə əlaqəli bir sualdır. Biz bilirik ki, hər il MİQ imtahanına çevirmə ilə bağlı, hətta sertifikasiyada da mən görmüşdüm çevirmə sualını, mütləq ki düşür. 7 hektar 32 arın 4-də 3 hissəsi ilə 56 arın cəmi neçə ardır? Əvvəlcə bax, burada hamısı ar, bir dənə bu hektardır. Ona görə bu hektarı da ara çevirək. 7 hektar mənə deyir 700 ardır. Bu qaydam var da mənim. 7 hektar 700 ardır. 700 bir də 32 elədi 732. Arın 4-də 3 hissəsi. Yəni 732-ni 4-ə böldüm. Bir dənə, 1 4-ün 4, 33-ün içində 4 8 dəfə. 12-nin içində 4 3 dəfə. 183. Düzdürmü tapdım? Düz olar. Sonra vurdum 3-ə. Çünki 4-də 3-ə. 4-ə bölüb 3-ə vurmalıydım. 3-ün 9, 3 8-in 27, 24. 2 yadda 3 bölünüz, 2 yadda 5. Düzmü oldu, yoxsa hardasa səhv mi yazıb? 1 4-ün 4, 33-ün 4-ə böldüm. 4 8-in 32, 12-nin 4-ün 3. Sonra bunu 3-ə vurdum. Düzdür deyəsən. Və üzərinə 56 gəlirəm. 56 gəlirəm. 9 ilə 6, çünki burada deyir 56 arın cəmi. 56-na gələndə 5, 1 yadda. 9, bir də 10, 0, 1 yadda. 5, bir də yadda 6. 605 bizim doğru cavabımız oldu. Burada da 605'dir. Sonra 7-ci suala baxırıq. Baxın, tənliklərdə belə bir qaydanı unutmayın ki, ən çox bu x-lər əvvəldə olanda bu qayda çox səmərəlidir. Bax, bu x əvvəldədirsə, birinci gəlirsə və yaxud da ikinci gəlirsə, buralarda demirəm, bu tərəflərdə demirəm. Birinci və ikinci gəlirsə, çox səmərəli bir qaydadır. Sondan önə doğru getmək. Yəni, bax, bölmədirsə vuracaq, vurmadısa böləcək, toplamadısa çıxacaq, bölmədirsə vuracaq, toplamadırsa yenə çıxacaq və cavabı tapmış olacaq. Deməli, əvvəlcə 1-dir, bölmədi vurduq. 1-i 14-ə vurdum, 14. 14-ü 7-yə böldüm, 2. 2-dən 1 çıxdım, 1. 1-i 7-yə vurdum, 7. 7-dən 1 çıxdım, 6. 6-nı 3-ə vurdum, 18. Bizim doğru cavabımız oldu. Yəni, dediyim kimi, bu qayda tənlikdə əgər x-lər əvvəldədirsə və yaxud da ikinci yerdədirsə, yəni çox səmərəli bir üsuldur. Keçirik 8-ci suala, sürət məsələsi ilə davam edirik.
8-ci sualda aralarında 35 kilometr məsafə olan iki şəhərdən motosikletçi və velosipedçi əks istiqamətdə hərəkətə başladı. Bax, biri belə gedir, biri belə gedir. Bu aralarındakı məsafə 35-dir. Belə bir yoldur və bu yol 504-dür. Çünki deyir ki, 7 saat sonra onlar arasında məsafə 504 km oldu. Velosipedçinin sürəti 25 km/saat. Bax, buradakına yazaq 25. Bunu bilmirəm. Və mən bilirəm ki, hər biri 7 saat cəmi yolda olub. Tənliyimizi qururuq. Bizim tənliyimiz necə idi? Düsturumuz var idi. Əks istiqamət və əks və qarşı-qarşı istiqamətlərdə V1 plus V2 vur T bərabər S idi də, düzdürmü? Burada V1-imiz nədir? 25. V2-miz nədir? Bilmirəm. Yəni, bilmirəm, məhsuldur. Onu elə tapmağa çalışırıq da. Vaxtımız 7 saatdır. Çünki hər biri 7 saat hərəkət edib və hərəkət etdikdən sonra aralarındakı məsafə 504 olub. Tabi bura götürüb 504 yazmırıq. Niyə? Bəs bu 35-i niyə? Axı, bu 35 kilometr getməyiblər, aralarındakı məsafədir o. Onda getmədikləri yol mənə lazım deyil. 504-dən 35-ini çıxıram. 14-dən 5-i 9-u, 9-dan 3-ünü 6-sı, burada da qaldı 4. 469 yazmış oldum. İndi tənliyimizi həll edirik. 25-in üstünə x bərabərdir. 469-u 7-yə böləndə. 46-nın içində 7, 7, 7, çoxdur 6. 6, 7, 42. Sonra 49-un içində 7, yenidən 7, 67. Buradan da x-i tapanda 67-dən 25 çıxdım. Verdi mənə 42. Bizim cavabımızdır. Yəni, bu 35-i bunlar getməyiblər. Aralarındakı məsafə eyni bir nöqtədən hər biri bu formada getsəydi, 504-ü yaza bilərdim. Amma belə getməyib, bu formada gedib. Biri belə, biri belə. Və aralarında 35 məsafə var. Kilometr məsafə var. Getdikləri yol mənə lazımdır. Getmədikləri yolun nəyini hesablayayım? Onun üçün 8-ci sualda doğru cavabımız oldu 42. 9-cu sual yaş məsələsi ilə əlaqəli bir sualdır. Çaşdıracaq sizi, yəni çaşdırıcı məqamı var. Niyə? Deyirəm. 6 il əvvəl ata qızından 24 yaş böyük idi. Bundan öncəki videomda xatırlayırsınızsa, demişdim ki, yaş fərqi dəyişmir. Bəli, yaş fərqi bizim standart yaş məsələsi qaydası odur ki, yaş fərqi dəyişmir. Bu qulağımıza bir sırğa eləməliyik artıq bunu. 6 il əvvəl ata qızının 24 yaş böyük idisə, bəs indi neçə yaş böyükdür? Elə 24 yaşda. Yəni ata ilə qızın arasında yaş fərqi 24-dür. Bu, bax, indidən söhbət gedir. İndi də 24 yaş var aralarında. Bu ata, bu da qızı. Qızına bir x desəm, atasına x plus 24 deyəcəm, sözsüz. Daha sonra 6 il sonra isə atanın yaşı qızının yaşının 2 mislindən 6 yaş çox olacaq. Bax, 6 il sonra, bax, bura yazıram. 6 il sonra. 6 il keçəndən sonra hər birinin yaşının üzərinə 6 yaşda gələcək. 24 olacaq 30. Bu da olacaq 6. X plus 6. Az, bax, bu azdır, bu çoxdur da, yenə həmin kimi. Yəni, çünki normal olaraq ata və qızdan söhbət gedir. Atanın yaşı qızının yaşının 2 mislindən 6 yaş çox. Bax, az hansıdırsa o 2 misil plus 6-nı ona əlavə edirik. 2, x plus 6 bərabərdir x plus 30. Tənliyimiz budur. Niyə? Çünki əgər bir tərəfdə mən 15, bir tərəfdə 20 yazıramsa, mən bu 15-i, bax, bu 5 əlavə eləsəm, 20-yə əlavə eləyərəm, 15-ə əlavə eləyərəm, bərabərlik doğru alınsın deyə. Təbii ki, az olanı əlavə eləyərəm ki, çoxa bərabər olsun, düzdürmü? Bax, elə burada da x plus 6, x plus 30-dan az olduğu üçün 2 dəfəni bir də 6 vahidi çoxu bu qızın yaşının üzərinə gəldim. Neynədim? 2-ni vurdum x-ə 2x, üstə gəl 2 altın 12, üstə gəl 6 bərabər x plus 30. İndi 2x, x də bu tərəfə keçdi, oldu mənfi, yəni çıxıldı. X qaldı təkcə.
12-dən 6-nı topladım 18, 30-dan 18 çıxdım elədi 12. Bu 12 nədir? Mənə deyin görüm 12 nədir? 12-ni mən burada yazacağam, yoxsa burada yazacağam yerinə? Hər ikisini də yaza bilərəm. Amma məndən atanın neçə yaşı var deyə. Demir ki, atanın 6 il sonra neçə yaşı olacaq. Deyir atanın, yəni hazırda neçə yaşı var. Yəni 12 və 24-ü topladım. 1-dir 36 bizim doğru cavabımızdır. Qəşəng sual idi. Yəni 6 il əvvəl sizi çaşdırmaq üçün atıblar, amma biz də bilirik ki, standart qaydadır ki, yaş fərqi dəyişmir. 10-cu sual və sonuncu suala davam edirik. Düzbucaqlının uzunluğu 11 sm, eni isə sahəsi 36 sm olan kvadratın tərəfinə bərabərdir. Belə bir kvadratdır, deyir bunun sahəsi 36-dır. 36-dır. Onda tərəfi nə qədər olacaq? Hansı ədədə vurduqda 36 eləyir? 6-ları bir-birinə vuranda 36 eləyir. Bax, həndəsə məsələlərində əksər məsələlər fikir versəniz, ancaq kvadratlar üzərində qurulub. Məsələn, tutaq ki, deyir sahəsi 144 olan məsələn deyirəm. Kvadratın tərəfinə bərabərdir. Mən bilməliyəm ki, düzdür, orada MİQ imtahanında və sertifikasiya imtahanında bizim kalkulyatorumuz var. Oradan kök 6 hissəsinə daxil olub 144 belə kökün altına 144 yazsaq, biz biləcəyik ki, 12 çıxacaq da. Yəni 12-dən 12-ni 12-yə vuranda 144 verir. Məsələn, 81 kök altı 81 yazıb 9-u tapa bilərik. Amma biz məsləhət verə bilərəm ki, sizə məsləhətim olar ki, 1-dən 20-yə qədər olan bütün ədədlərin kvadratlarını bilin, əzbər bilin. İşinizi yəni daha səmərəli qurmaq istəyirsinizsə, bu 1-dən 20-yə qədər bütün ədədləri kvadratlarını əzbər öyrənin. Nəysə, bu getdi. İndi deyək, düzbucaqlının uzunluğu 11-dir. Bax, belə bir düzbucaqlıdır. Bura 11-dir və eni 36-dır. Yox, 36-dır. Eni 36 cm kvadrat olan kvadratın tərəfinə bərabərdir. Mən də buradan tapdım ki, bura 6-ymış da. Bu düzbucaqlının sahəsini tapın. Çox sadə sual oldu bu. 66 vermiş oldu. Yəni S bərabərdir. A vur B düsturundan istifadə elədik. Biz doğru cavabımızı tapmış olduq. Bu qədər əziz müəllimlər, əziz həmkarlar. Növbəti izahlarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun.